Bunu yadda saxlayın. Din düşmənlərinin ən təsirli silahlarından biri məsxərədir. Ələ salmaq yolu ilə psixoloji təzyiq göstərirlər insanlara. Quranda ayə var ki, biz nə peyğəmbər göndərdiysə məsxərə olundu. Biri var sağlam tənqid, bir də var görürsən ki, cəmiyyətdə indi də belə bir dəstə formalaşıb ki, müqəddəslərə bağlı adamları ələ salmaq yolunu tutublar. Psixoloji bir məqamdır bu. Biri bir şeydən əsəbləşəndə başlayır onu ələ salmağa. Ələ salmaqla kinli qüsur ortaya çıxardır. Fikir verin, bugün ən çox insanlar nəyə görə ələ salınır dindarlar? Vilayətə görə. Əzadarlıq mərasimləri gülüş obyektində çevrilir. Hardasa Əhl-i Beyt ziyarəti varsa o, başlayır bəzi adamlar qıcıqlanmağa. Ax, burada qəbahətli nə var? Bir insan gedib sevdiyi adamın qəbrinin ziyarətinə. Bunun üçün nə fəlsəfə açmısan sən? Mən həmişə demişəm, bizim məzhəbin zorakılıqla işi yoxdur. Bizim bir silahımız var ki, bizim eşqimizdir, məhəbbətimizdir. Bəziləri var sadəcə ki, o qədər xəstədir ki, eşqdən qorxur.